Bloger Aynişan Quliyevanın Hade obrazı sosial mediada trend oldu. Sosial media fenomeni Aynişan Quliyeva yenidən diqqət mərkəzinə düşüb. Bu dəfə o məşhur Braziliya serialı Klondan tanınan Hade obrazında çəkildiyi video ilə izləyicilərini heyrətləndirib. Xəbərin ünvanı xəbər verir ki, Aynişanın TikTok və Instagram platformalarında paylaşdığı görüntülər çox qısa müddətdə minlərlə baxış toplayaraq həm ölkə daxilində, həm də xarici istifadəçilər arasında böyük marağa səbəb olub. Videoda o, aktrisa Giovanna Antonelli'nin canlandırdığı Hade obrazını ustalıqla təqlid edərək həm vizual görünüş, həm də mimika baxımından orijinala çox yaxın bir performans sərgiləyib. İzləyicilər tərəfindən bəyənilən bu video qısa zamanda dünya trendinə düşərək Aynişanın beynəlxalq izləyici kütləsi tərəfindən də tanınmasına şərait yaradıb. Bloger şəxsi Instagram hesabında paylaşdığı hekayədə bu uğuru izləyiciləri ilə bölüşüb və göstərdikləri dəstəyə görə təşəkkür edib. Qeyd edək ki, Klon serialı 2000-ci illərin əvvəllərində böyük tamaşaçı auditoriyası tərəfindən izlənilən reytinqli layihələrdən biri olub. Aynişan Quliyevanın həmin serialdakı Hade obrazına göstərdiyi maraq isə nostalji hisslər doğurmaqla yanaşı yaradıcı yanaşması ilə də alqışlanıb. Bu cür orijinal və yaradıcı yanaşmaların sosial mediada artması, Azərbaycanlı blogerlərin beynəlxalq arenada daha çox tanınmasına səbəb olur.